Sabahınız xeyir qızlar. Şimdi mən gətirib evləri təmizləyəcəm. Çünki dünən o qədər külək var idi ki, hər yer qum, toz. Mən dəhşətdir. Siz bu vlogda mənim bugünlük etdiyim işləri görəcəksiniz və bizim gedəcəyimiz məkanları görəcəksiniz. Bizim planlarımızda var ki, Crescent Mall'a gedək. Crescent Mall'a heç getməmişik. Təzə tikildiyi andan bəri. Dedik bir hazırlaşaq, gedək görək oralarda nələr var. Bu arada qızlar, kanalımda nə tür videolar izləmək istərsinizsə çox xahiş edirəm, yorumlarda bunu qeyd edəsiniz. Mənim üçün də xoş olar. Və bu gördüyünüz toz, kir sadəcə bir gün içində yığılan kirdir, inana bilirsiniz. Otağın bu kənarında gördükləriniz ləkə deyil. Mən ilk başda elə bilmişdim ki, ləkədir, amma ləkə deyilmiş. Bu sadəcə olaraq polun materialının getməsiymiş. Burada da görürsünüz ki, pol o qədər köhnə bir poldur ki, artıq üzərinin materialı da get. İnanın Allaha, mən bu evi hər gün silirəm, süpürürəm, təmizləyirəm. Hələ də bu evin kirpası qurtarmır. Mən peçenyanı qızlar simetanla yeməyi çox sevirəm. Siz də bir dəfə yoxlayın, çox gözəl dadır. Mama burada bizə qəşəng kotlet hazırladı. Qazan qapaq qırılmışdı. Burada da kartof qızardır. Mən də dedim gətirim, qəşəng salat hazırlayım. Mən ümumiyyətcə belə yeməklərin yanında salat yeməyi çox sevirəm. Bir gətim hazırlayım, yeyək. Görək bugünəm səfərimiz hara olacaq. Mən deyirəm ki, Targovaya gedək. İndi bilmirəm. Hava biraz küləklidir əslində. İndi baxacağam. Görək nə olur. Bugün eyni zamanda da baldızı bizə qonaq gəlir. Dedik ki, ona qəşəng bir süfrə açaq. Həm də qonağımızı da birlikdə götürüb gəzməyə çıxaq. Burada üstündən danışırdım. Sadəcə olaraq səs-küy olduğu üçün səsi açıq saxlaya bilmədim. Salatın 5-3-lərini qəşəng yudum. Bu arada muvalnikin içini görürsünüz. Bu keçmiş ev yəsindən qalan ləkələrdir. Bu ev inanın Allaha elə bir şəkildə saxlanılmışdı ki, insan baxanda diksinirdi. Biz gəldik bu evi qəşəng bir şəkildə təmizlədik, sürtdük. Yəni muvalnikin içini bəlkə neçə dəfə sürtüb təmizləmişik, yenə də ki təmizlənmir. Və artıq başa düşdük ki, bu ləkələr tək 1-2 ayın ləkəsi deyil, illərin ləkəsidir. Mən həqiqətən elə insanları başa düşmürəm. Əgər sən bu evdə yaşayırsansa, istər kirədə olsun, istər qalmaq olsun, öz evin olsun, heç fərqi yoxdur. Sən bu evi təmiz saxlamaq məcburiyyətindəsən. Çünki qızlar belə bir şeydir. Evi o qədər kirli saxlamışdılar ki, ev şəraitsizlikdən, kirlilikdən tarakan götürmüşdü evi. Biz gəldik, hər yeri dərmanladıq. Tarakanların kökünü bir təri kəsməyə çalışırdıq ki, hara baxırdın tarakan görürdün. Balacasından tutmuş yekəsinə kimi, yəni var idi, nəsil yığmışdılar, yəni ora tarakanlar. Bütün şkafların üzərində yağ ləkələri var idi. Yəni mən bizdən əvvəl bu evdə yaşayan insanları başa düşə bilmirəm. Sən əgər bu evdə qalırsansa, bu evi təmiz saxlamalısan. Nəysə, uzun sözün qısası, ev heç də təmiz saxlanılmamışdı. Biz getdik, təmizkarlıq elədik orada biraz. Və sizdən bir xahişim daha olacaq. Kanalıma abunə deyilsinizsə, mütləq abunə olun. Çox gözəl vloglar hazırlayıram sizin üçün. Bir də onu demək istəyirəm ki, mənim kanalımda nə tür videolar görmək istəyirsinizsə, mütləq yorumlarda qeyd edin ki, bunu çək, onu çəkmə, belə danış, belə danışma. Mən hər birinə baxacağam və riayət edəcəm. Çünki sizin sayənizdə mən böyüyürəm və siz izləyəsiniz deyə də videolar çəkməyə çalışıram. Sağ olsun Layla xala bizə çox qəşəng belə şirniyyat pişirib gətirib. Çox gözəldir. Ay, aça bilmədim. Belə. İndi qəşəng çayla içəcək. Ağzı şirin olsun. Gətirdiyi şirniyyatların hər biri özü kimi də çox gözəl idi. Mən çox bəyəndim dadlarını. Burada da makyajımı eləməyə başladım artıq. Dedim hazırlaşaq, çıxaq, gedək, çox gecəyə qalmayaq. Burada da sizə lookumu göstərirəm. Bilmirəm bəyəndiniz yoxsa yox. Artıq bu qaşlı şalvar mənim favorim olubdu. Yəni deyə bilərəm. Hər kombinimdə var.
28 maya gəldik. O tərəflərdə belə bir ayaqqabı mağazası vardı. Sözün açığı çox gözəl ayaqqabılar var idi, amma qiymətlər çox baha idi. Biz indi Crescent Mall'a gedirik. Crescent Mall'a getmək üçün də bulvarın girişindən istifadə edək. Daha doğrusu bilmirəm neçənci girişidir. Hətta burada Metropolitan da var. Bir de orada geçen bir dənə dönmə dolap var. Atlı qarınca. Çok qəşəng. Baxın, görün nə gözəl görsənli alov qüllələri. Çok güzel. Orada da Dəniz Mall. Yani bura bulvarın belki de en güzel yerlerinden biridir. Hem geniştir, hem de ki çok qəşəngdir. Ve bizim de gitmek istediğimiz yer tam oradadır. Crescent Mall. Sadece olarak buradan keçək, şəkil falan çəkdirək. Sonra gidəcək ora. Balığa baxın. Etləmir balıq. Ne güzel. Hardadır balıq? Bak. Ne yiysen Ömer? Yoğurt. Yoğurt olsun. Siz bu kokoş itin geyiminə baxın. Geyiminin üzərində balaca gilaslar var idi. Ömer, hara gedirsən? Və biz artıq gəldik, çatdıq axır ki. Burada gəmi var, buna minirsiniz və dənizi gəzirsiniz. Yəni çox qəşəng bir şeydir. Və çox gözəl görsənir. Möhtəşəm. Mən Crescent Mall'a ilk dəfə idi gəlirdim. Çox bəyəndim. Dəhşət gözəl idi qızlar. Sanki bu hissəyə keçəndə elə bir başqa bir şəhərə düşmüsən. Bu adamın elədiyi hərəkətlər dediklərinə görə bir sənədə məxsusdur. Mən açığı bu sənədin nə olduğunu bilmirəm. Araşdırıb bəlkə də bilərəm, amma araşdırmadım açığı nə olduğunu hələ də bilmirəm. Crescent Mall'a ilk gəlişimdir və mən çox bəyəndim. Həqiqətən çox gözəl bir yerdir. Görünüşü, aurası, yəni digər malllardan çox gözəl görsənir. Crescent Mall haqqında qısa bir məlumat vermək istəyirəm. Qiymətləri dəhşət baha idi. Yəni çox abartı baha idi. Sadə, şık geyinmək istəyənlər gedib müraciət edə bilərlər, amma qiymət sizi bayağı belə şaşırdacaq. Çünki qiymətlər çox baha idi. Düzdür, yeri çox gözəl idi, məkan çox gözəl idi. Bəlkə də indi pul cəhətdən ora çox pul xərclənib, amma mənə görə qiymətlər çox baha idi. Və Pandora mağazası var idi, kiçik bir yer idi, butik kimi. Çox bəyəndim qızlar. Pandoranı ümumiyyətcə mən çox sevirəm. Amma Pandoraya pul verməyə də heyfim gəlir. Ondansa qızıla verməyi məsləhətli bilirəm. Onun qəşəngi var, orada sərgi var. Qəşəngdir. Yakısı
Gəlmişik Pandora'ya baxmağa. Çox gözəl Pandoralar var, amma qiymətləri biraz bahadır deyə düşünürəm. Yəni başqa yerdə bəlkə də Pandora bu qədər baha deyil. Gerçi Pandora baha bir məhsuldur, amma yenə bu qədər də olmaz deyə düşünmüşdüm. Bəlkə də indi yer fərqinə görədir. Crescent Mall'da bilirsiniz ki, hər şeylər çox baha olduğu üçün burada da eyni bunun kimi. Tam ipine güzel bir ağzı boyutu. Bu milyonlar ipine. İndi gedirik terasa. Dedik gedək terasda şəkil çəkdirək. Heyf ki, o şəkilləri mən sizə göstərə bilmirəm, amma bəlkə smile üzümə qoyub göndərilər bölməsində sizə göstərərəm. Məncə qəşəng alınır. Hələ düzü çəkdirməmişəm, bilmirəm. Gedək görək necə alınacaq. Bu arada, yəni bu Yekətdə molun içində lift sadəcə 1-1'ə qədər düşür və çıxır. İfs yox. Qalan hər bir getmək istədiyin yerlərə yalnız eskalatordan istifadə etməlisən və sadəcə eskalator. Başqa işinə. Gedək görək. Terası necədir? Bu videoda sizin ən çox eşidəcəyiniz söz çox söz olacaq, çünki çox gözəldir. Mən çox bəyəndim terasını. Gəldim oğluma kartof free almağa, çünki buralardan onu yeyə biləcəyi bir şey ancaq elə kartof free'dir. Gəldim almağa, görək yeyəcək bunu yoxsa yox. Siz bu kaktusların gözəlliyinə baxın. Mən həqiqətən çiçək əvəzinə kaktusu daha çox sevirəm. Yəni sizi bilmirəm. Çox qəşəng deyilmi sizcə də? Hətta bunların üstü çiçək açan kaktusları var. Onlar vapşı gözəldir. Kaprondur. Heykel ola bilər, amma məncə yox. Bunlar amma məncə orijinaldır. Bunlar. Saat 12 işləyir. Biz metro stansiyası axtarırıq ki, bizə ən yaxın olan metro stansiyasıdırsa minək, artıq evimizə gedək. Yəni ölürəm acından. Gedib bir şeylər yemək istəyirəm. Çata bilsək dönər yeri, çata bilməsək də ki, evə gedib Allah nə verirsə yiyəcəm artıq. Yəni dəhşət açmışam. 15 dəqiqədə metro stansiyasına geç girsəydik, artıq biz evə 1 saat yarım piyada gedəcəkdik. Ara supermarkete gelmişik. Burada hazır salatlar var belə. Mimozadır bu. Didimə də var. Yox, bu gavalı salatıdır. Çox dadlı olur bu gavalı salatı. Amma mən heç vaxt belə şeylər almamışam düzü marketdən. Məncə almağa da dəyməz deyə düşünürəm. Çünki tuz xarab olan bir şeydir bunlar. Mayonezi nə də olsa, nə qədər xaladenkdə saxlasan belə yenə də xarab olan bir şeydir bu. Bu da fərqli. Bir də sizə mən bu yoğurtu tövsiyə edeyim. Çox dadlı olur. Həm həcmi gözəldir, həm də özü çox dadlı olur. 1.99 bu Gəncədə qızlar çox ucuzdur. Yəni 1.99 falan deyil də, yəni 1.35 falandır ya 1.60 nə qədərdirsə. Burada çox bahadır. Amma çox dadlı, ondan mütləq alın. Yəni çox gözəl dadlı. Baxın diyorum burada fərqli nə var. İstəyirəm səhifədə. Baxın məsəl üçün sakızlı muhallebi, Türk şirniyyat. Mən düzü sevmirəm südlə bişən heç bir yeməyi, şirniyyat heç nəyi sevmirəm. Mən həyatımda ilk dəfə belə yumru badımcan görürəm. Bir model 9 qəsdən. Çox qəribə. Biz marketdən alışverişimizi edib gəldik, gördük ki, artıq bizimkilər dönərləri alıb keçiblər evə. Sağ olsunlar, paylar çox olsunlar. Gecə vaxtı dönər yedik. Videonu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Hələ də kanalıma abunə deyilsinizsə, mütləq abunə olun. Çünki qarşıdan çox gözəl vloglar gələcək sizin üçün. Hər birinizi öpdüm. Özünüzə yaxşı baxın.